Qatiyyətlə demişəm, mən türkəm. Mən Azərbaycanda dünyaya gəlmişəm. Atam da türkdür, anam da türkdür və bu işi türkəm, iftixar edirəm. Bir uçaydım uçurtmadan yelinə. Bağlaşaydım dağdan aşan selinə. Ağlaşaydım uzaq düşən elinə. Bir görəydim ayrılığı kimsaldır. Günler 3.5 milyon tabanca var. O taraf parça. O da qeyri-rəsmi, rəsmi 3.5 milyona yaxın. 5 milyon. Azerbaycan özü ne kadar cəmiyyət? 10 milyon. 10 milyon. Yarısı buradadır da. Vətəndaş mövqeyimlə Rayət İmaməliyev qarşınızdayım. İran prezidenti soydaşımız Məsud Pezeşkiyan Azərbaycana gəldi. Forumda çıxıb Azərbaycan türkçəsində ayrılıq şeirini deməklə dilimizə xor baxanlara Azərbaycan dili və vətənpərvərlik dərsi keçdi. Forum iştirakçılarının bir çoxu ana dilimizi bilmədikləri üçün bəlkə də heç anlamadılar onun dediklərini. İran prezidenti Azərbaycana şeir deməyə gəlməmişdi. Dediyi şeirdə bir siyasi ayıltma mesajı var idi. Pezeşkiyan dövlətinizin inkişafı üçün ilk öncə öz ana dilinizə hörmət qoyun demək istədi. Ana dilimizdə meyrimizdən də yaxşı danışan Pezeşkiyan çox yaxşı bilirdi ki, Azərbaycanın nə qədər əhalisi var. O çox gözəl bilirdi ki, Bakının əhalisi meyrimiz Eldar Əzizov dediyi kimi 3,5 milyon yox, 2,5 milyondur. Sadəcə olaraq başçılıq etdiyi şəhərin əhali sayını dəqiq bilməyən Azərbaycan paytaxtının merinə Azərbaycan dili və tarixi dərsi keçərək demək istədi ki, evindəki ailə üzvlərinin sayını bilməyəndən ailə başçısı çıxmaz. Vaxtilə İran parlamentində Təbrizi təmsil edən, qollarında Azərbaycan türkünün qanı axan Pezeşkiyan indi İranın prezidentidir və bu il İran futbol tarixində ilk dəfə olaraq Azərbaycanın Traktor Təbriz futbol klubu İran çempionudur artıq. Rəhmətli Elçibəy demişdi ki, İran Təbrizin bir yumruğu ilə dağılacaq. Nədəndirsə burnuma bütöv Azərbaycan qoxusu gəlir.